qonağımız uzman terapevt Ülvi Şükürzadədir. Müraciətlərinizi İstanbul Enes Klinikasına edə bilərsiniz. Terapevt həkimlə maraqlı söhbətimiz olacaq. El arasında biz terapevt həkimlərə can həkimi deyərək səsləndirik. Mən studiyamın həkimi elə can həkimidir. Simptomlar nə varsa buket halında gedirik həkimin qəbuluna. Həkim artıq orada diferensial diaqnostika dediyimiz ayırt edəcək bu simptomları. Hansı simptom, hansı xəstəliklər səbəbi ilə qaynaqlanır, altda yatan səbəb nədirsə, lazım olarsa digər ixtisas həkiminin yardımını, köməyini istəyəcək və ya bizi yönəldəcək və ya özü ətraflı dəyərləndirmə aparıb bir uzman həkim olaraq bizim müalicəmizi təyin eləyəcək. Doktor, xoş gördük, studiyamıza xoş gəlmişsiniz. Çox sağ olun. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Dəvət elədiyiniz üçün məni. Minnətdaram. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa təkrar etmək istərdim. İstanbul Enes Klinikasına müraciətlər qəbul olunur. Uzman terapevt Ülvi Şükürzadə studiyamızda da hal-hazırda. Buyurun, konsultasiyalara yazıla bilərsiniz. Qalxana bənzər vəz xəstəlikləri, ümumiyyətlə hormon ifraz eləyən vəzlərin ən böyüyüdür deyə bilərik. Qalxana bənzər vəzdə hansı xəstəliklər müşahidə edirsiniz siz? Praktikada nələr var? Sizin də praktikanız mənə çox maraqlıdır, Ülvi doktor. Buyurun. Qalxana bənzər vəz, tiroid vəz dediyimiz vəz. Boyunun ön qismində yerləşən bir kəpənəyə bənzər iki paydan ibarət olan bir vəzdir. Əsas olaraq yəni iki hormon, tiroksin və tironin kimi hormonlar sintez edir. Hansı ki bu hormonların tərkibində də yod elementi var. Bu hormonlar orqanizmin demək olar bütün toxumalarında beyin və ürək daxil olaraq əsas metabolik funksiyada və bir növ yanacaq kimi fəaliyyət göstərir. Qalxana bənzər vəzin xəstəliklərində yəni spektr çox genişdir. İnfeksiyadan tutmuş, xərçəng xəstəliklərinə qədər yəni bəlli bir spektr var. Mürəkkəbdir. Bəli, yəni ona görə də biz ilk öncə məsələ xəstənin klinik durumunu dəyərləndirib, ondan sonra lazım olan laborator testləri və ultrason ya ekstra başqa üst düzey görüntüləmə metodlarını dəyərləndirərək, yəni xəstədəki o altda yatan səbəbi araşdırırıq. Ona yönəlik də diaqnozu qoyub müalicə eləməyə çalışırıq. Spesifik əlamətlər varmı qalxana bənzər vəz xəstəliklərində? Bəli, təbii ki, yəni qalxana bənzər vəzin xəstəliklərində yəni hiperfunksiya halı və hipofunksiya halı ola bilər və yaxud normal funksiya da ola bilər ki, yəni məsələn Quater dediyimiz xəstəlik var, zob xəstəliyi. Yəni normalda zobun özünün bəlli bir 20 qram çəkisində olan bir vəzdir. Bu vəz normalda bəzi səbəblərdən, irsi genetik faktorlardan, infeksiyalardan, bəzi kimyasal maddələrdən, yəni özəlliklə də yod çatışmazlığı olan bölgələrdə böyümə halı qeydə alınır ki, yəni biz burada zob xəstəliyindən deyə bilərik. Burada yəni əsas məsələ xəstələr bəzən kosmetik görünüşündən bağlı xəstəxanaya müraciət eləyə bilər və yaxud da xəstələrdə hipofunksiya halıdan qaynaqlı, məsələn halsızlıq, yorğunluq, çox yatmaq, yuxulluq kimi qəbizlik ola bilər. Bəzən məsələn nəbz sayısında azalma, yəni genel olaraq performansda düşüş ola bilər ki, yəni bu xəstələrdə bu hipotiroidizm dediyimiz hal ortaya çıxa bilər. Hipertiroidizm dediyimiz halda isə yəni bu vəzdə hiperfunksiya halıdır. Yəni bunun da təbii ki bir çeşid səbəbləri var. Yəni infeksiya faktorları rol oynaya bilər burada və yaxud vəzin özündə funksiyada artış qeydə alına bilər ki, bəzi məsələn avtoimmun xəstəliklər var, Hashimoto, Graves xəstəliyi, bəzən oradan düyünlər ola bilər ki, bu toksik tək düyün kimi görə bilərik ya da multinodular Quater dediyimiz, yəni bir çox düyünlər ola bilər ki, bunlarda hipersekresyon halı ola bilər. Və bu xəstələrdə adətən kilo itirmə, az yatma, əsəbilik, aqressivlik, bağırsaq hərəkətlərində artış, nəbzdə artış, ürək döyünmə yəni halları. Belə yəni bu klinik vəziyyətdə bizə müraciət edə bilərlər. Yəni ona görə də belə xəstələri baş vuranda klinik dəyərləndirmədən sonra altda yenə dediyim kimi o etioloji faktorlar üçün laborator testləri, yəni tiroid funksiyon testləri dediyimiz onunla qan testlərinə baxırıq. Ekstra yəni həmçinin də xəstəni işte ultrason, Doppler, yeri gəlirsə tiroid sintiqrafiyası və yəni çox çıxılmaz vəziyyətə qalanda radioaktiv yod tutulumu kimi metodlarla biz o diaqnozu qoymağa çalışırıq. Altda yatan səbəbə görə müalicə tam dəyişə bilir. Tibbin bir çox sahələrində böyük səhvlərə yol verilir. Ən böyük səhvlərə bilirsiniz, harada yol verilir? Hormonların təyini. Amma bu hormonlara ətraflı müayinə aparmadan, məsəl üçün, sadəcə TSH-a baxmaqla
bəlli bir hormonları təyin edirlər. İstər hipofunksiya olsun, istər hiperfunksiya olsun. Bu da gələcəkdə əlbəttə ki, orqanda bir çox disfunksiyalara, eyni ilə də ağır xəstəliklərə gətirib çıxara bilər. Nə dərəcədə doğrudur bunu, sadəcə TSH-a baxmaqla bunu təyin etmək? TSH-a baxmaq yəni düzgün bir yəni taktika deyil. Sadəcə yəni belə TSH. deyək də, ilk başda təbii ki, xəstəlik şübhəsi varsa, yəni biz tiroid vəzi ilə bağlı bir xəstəlik şübhəsi düşünürüksə, TSH üzərindən bir dəyərləndirmə aparırıq ki, TSH səviyyəsində azalma var, yoxsa artma var. Yəni təbii ki, onların da laborator referans dəyərləri var ki, biz o yaş qruplarına görə də dəyişir bu. Genel olaraq, yəni məsələn TSH 10 üzərində olduğunda, yəni biz əgər xəstədə də klinik durum hipotiroidizmi düşündürürsə, biz onda ekstra olaraq, yəni tiroksin, tiroidin kimi testlərə də baxırıq. Yəni tamamlayıcı olaraq profili görürük ki, həqiqətən də burada primer olaraq tiroid vəzindəki yəni yetərsizlikdən qaynaqlanan bir durumdur, yoxsa yox. Əks digər halda isə məsələn TSH baskılanmış durumda ola bilər. Burada da yenə dediyim kimi, məsələn, referans dəyərləri var. Demək olar ki, 0.1-in altındakı dəyərlərdə yəni hipertiroidizm tablosu ortaya çıxır. Yəni laborator testlərində də yenə tiroksin, tiroidinə baxdığımızda, yəni adətən primer, əgər tiroid vəzi ilə qaynaqlıdırsa, orada həmin hormonlarda yüksəlmə olur. Təbii ki, hər halda yenə biz hormonlarda yüksəlmə görmürük. Məsələn, TSH dəyəri yüksək olub ya da düşük olub. Bu subklinik hipotiroidizm, subklinik hipertiroidizm dediyimiz tablolar da var ki, yəni xəstədə hər hansı bir klinik tablo yoxdur. Cüzi, məsələn, belə semptomlar var. Amma həmin TSH dəyərində yəni fərqli bir dalğalanma halı görülə bilər. Yəni buna görə də biz TSH üzərindən dəyərləndirməli deyilik məsələni. Yəni yeri gəlsə daha detaylı bu digər tamamlayıcı testləri verib. İncələməlisiniz. Yəni bəzən məsələn baxırsan TSH dəyərində də heç bir problem yoxdur. Xəstənin düyünü var, nodülü var. Ultrasonla dəyərləndirilir. Yəni ultrasonda özündə bədxassəli şübhə göstərən bəzi kriteriyalar var ki, bu kriteriyalara görə biz artıq deyirik ki, bu düyündən biopsiya alınmalıdır. Biopsiyanın nəticəsində məsələn bədxassəli bir xəstəlik ortaya çıxır. Bu tam olaraq gedişatı tam dəyişə bilir. Sadəcə qan analizi deyil, ultrasəs müayinəsi lazım olarsa digər radioloji müayinələrdə tələb eləyirsiniz. Eynən, şübhəyə görə. Bəzən bioptatlar belə təmiz çıxır, amma baxırsan ki... Təbii ki, elə hallar da olur. Yəni, elə hallar olduğunda, yəni əgər klinisyen olaraq, yəni həkim burada üst dərəcədə yəni şübhə altında qalıbsa, xəstədə həqiqətən də xərçəng şübhəsi olduğunu düşünürsə, o təzədən yenə kontrol ultrasəs müayinə istəyir xəstədən. Ondan sonra təzədən təkrar biopsiya alınır. Bəlkə o ikinci biopsiyada, üçüncü biopsiyada xəstəlik ortaya çıxa bilir. Uşaqla böyük arasında yəni dünya qədər fərq var. Onun referans göstəricisi ilə biz bəlli yaşa gəlib çatmış insanların referans göstəricisi eyni ola bilməz. Diqqətinizi çəkirsə, bir baxın, əgər kiminsə evində müayinə sənədləri varsa, laborator analizlərdə görürsünüz, orada yaşa görə, hamiləliyə görə, trimestrlərə görə bölünüb və orada bəlli bir göstərici rəqəmlə işarətlənib və məsəl üçün bu cihazdır. Bu laboratoriyada istifadə olunan cihazdır deyək. Qan analizi verirəm və burada qanda olan hormonları ölçür. T3-ə, T4-ə, TSH-a baxır. O bilmir axı, bu uşağın qanıdır, yoxsa yaşlı insanın qanıdır. Doğru mu doktor? Təbii ki. Yanlış yoxdur ki burada. Yox. Və ya mən müalicə alıram, kənardan hormon içirəm, sintetik hormon olsa da bioeşdəyər deyirik də buna. O qədər yaxındır ki, orqanizm bunu qəbul edir və öz işini görür. Yəni bütün o disfunksiyaları aradan qaldırır. Və bu analiz edən cihaz bilmir ki, mən hormon qəbul eləmişəm, qanımda bu hormon orada görür, yoxsa mənim təbii hormonlarımdır. Bunu belə ayırt edəcək cihaz hələ yer üzündə yəni belə deyək, icad olunmayıbdır. O dərəcədə həssaslıqla biz hormonların müayinəsini aparmalıyıq. Məhz ona görə deyirəm ki, qalxana bənzər vəz xəstəlikləri də digər xəstəliklərdə olduğu kimi ciddi yanaşma tələb edir. Məhz bu gün qonağım uzman terapevt həkimdir. Baxın, təkrar edirəm, can həkimi dediyimizdə ümumi yanaşma var. Ola bilər bizim hər hansısa bir qan göstəricilərində hormonal disbalans yaransın, amma doktor qalxana bənzər vəzdə deyil, başqa orqanda onun səbəbini araşdırsın. Ola bilərmi elə diferensial diaqnostikada qarşınıza çıxan nüanslar? Təbii ki, elə hallar olur. Məsələn, bəzi dərman preparatları var ki, yəni başqa xəstəliklər üçün biz dərman preparatı istifadə edirik. Nə gözəl. Həmin, məsələn,
o preparatlar tiroid vəzində destruksiyaya səbəb olur. Yəni tiroiditlər kimi özünü... Hormonal tərkibli dərmanlardır. Yəni məsələn immunterapi dediyimiz bu xərçəng xəstəliyində istifadə etdiyimiz preparatlar olur. Və yaxud bir sıra bəlli bir qrup, yəni bəsit sayda deyil də, yəni bir sıra sayda, çox sayda preparatlar var ki, yəni bunlar təsir göstərə bilər. Yəni məsələ burada xəstənin klinik durumunu yəni bütüncül bir şəkildə dəyərləndirilmək lazımdır ki, yəni bu məsələn, dərman başlamışam mən xəstəyə. Bu dərman irəli dönəmdə həqiqətən də xəstədə bu tiroid problemləri yaradacaqmı? Yəni, tiroid funksiyasını azaldıb ya artıra biləcəm? Yəni, məsələ həmin preparatı başlayan həkimdəki məsuliyyət ilk öncə. Yəni, o özü onu anlamalıdır. Ondan sonra başlanan preparatlara görə də biz xəstələrə, yəni hansı sahədə olursa olsun, yəni məsələn, misal üçün mən bu dərman preparatlarından misal götürdüm. Bəzən məsələn, infeksiyalar olur ki, infeksiyaların özü də yəni birbaşa tiroid vəzində olan infeksiya deyil, başqa bir yerdən, yəni qonşu toxumalardan ora sirayət edən infeksiyalar olur ki, yəni orada biz araşdıranda biz yenə görürük ki, tiroid vəzində ciddi bir problem var. Xəstə həmin, yəni o bəzi simptomlarla bizə baş vurur. Onda dəyərləndiririk ki, burada belə bir xəstədə, yəni tiroid vəzində biz problem görürük. Qalxana bənzər vəz xəstəliklərindən danışırıqsa, endokrinoloji problem bu xəstəliklərin müalicəsini endokrinoloqa həvalə etmiş oluruq. Amma unutmayaq ki, terapevt həkim olduğuna görə bir çox, xüsusilə də endokrinoloji problemlərin müalicəsini edə bilər. Təbii ki, yəni burada məsələ praktikada bu xəstəlikləri görməkdir. Yəni əgər hər hansı bir həkim bu sahədə, yəni hər hansı xəstələrlə çalışıbsa, bu sahədə artıq yetəri qədər bilgiyə sahibsə, yəni məsələ tək nəzəri tərəfdən deyil. Praktikada, çünki bəzən dərman dozlarını ayarlayırsan, bəzən yəni yaşlı qrupda məsələn dərman dozlarının öz yan təsirləri var. Hamilələrdə məsələn dərman dozlarının öz fərqli-fərqli məsələn trimestrlara görə düzənlənməsi var. Yəni buna görə bu şeylər əgər məsələn həkim olaraq da hər hansı bir terapevt, uzman deməyək, bunlar belə praktikada rastlaşırsa bu şeylə, onlar da yetəri qədər, yəni zob xəstəliyinin müalicəsində ya takibində yəni yetəri qədər öz işlərini görə bilərlər. Bir çox mühüm funksiyalara kömək eləyən hormonlardan danışırıqsa bugünkü gündə, doktor, mən çox istəyərdim ki, onların xüsusiyyətlərini də vurğulayaq. Məsəl üçün, niyə biz bunları iki yerə bölürük? Niyə birinə T4, birinə T3 deyirik. Bunların bir-birinə fərqi nədir və oxşar cəhətləri nədir? İnsanlar bunu bilsin, bu sadəcə bir rəqəm üzərində deyil. Mən hər nə qədər açıqlamasını versəm də 3 atom, 4 atom yox. Amma nəyə görə orqanizm hər ikisinə, əgər ona 3 atom lazımsa, niyə 4 atom da hasil edir? Niyə ikisi birdən olur və bunların faizə bölmüş olsuq yüzdələrdə bir fərqliliyi nədərdir? Yəni, ehtiyac depomuza görə danışsaq, nələr ötürə bilərik? Tiroid vəzində normalda bu iki hormonda sintez olunur. T4 dediyimiz zaten 4 sayından da bəlli olduğu kimi T3 burada iod molekullarına görə sıralanır. Periferik qismdə isə yəni bu T4 dediyimiz tiroidin hormonu əsas təsir edici bu tiroidinə çevrilir ki, yəni bir növ belə desək T4-ün özü də yəni T3 öncülü kimi fəaliyyət göstərir. T4 T3-ə çevrilir, aktivləşməsi üçün. Eynən, aktivləşdir. Çünki T3 formatında həmin... Onu aktivləşdirən nədir? Aktivləşdirən enzimlərdir, yəni. Orada fermentlər var ki, onları aktivləşdirir, o keçidi eləyir. O keçiddən sonra da yəni T3 artıq o orqanda öz funksiyasını icra eləməyə başlayır. Məhz ona görə o sırada sinkdir, seleniumdur və s. digər komponentlər də yoxlanılır orqanizmdə. Əsas məsələ bu... Bu da kifayət eləmir. Təbii ki, o da yetmir. Yəni bu tiroid vəzindəki problemləri biz belə ümumi şəkildə multifaktorial bir şəkildə baxmaq lazımdır. Yəni burada altda yatan genetik faktorlar var, ailədən keçən məsələn avtoimmun xəstəliklər olsun, başqa irsi məsələn nodül problemlər olur ki, bunlar sonradan xərçəngə çevrilir. Yəni bunlar kompleks bir şəkildə baş verir. Sadəcə bəlli bir yaşdan sonra zaten bu xəstəliklər adətən uşaq yaşlarında deyil, orta yaşlarda çıxan bir xəstəlikdir ki, bu da özünü onda göstərir ki, demək ki, bəlli bir zamanda bəlli bir faktorların təsir nəticəsində bu şeylər ortaya çıxır. Məsələ sadəcə T3, T4-ə baxdım, yüksəkdir. Bu məsələni... T3, T4-ə belə baxmırlar. TSH-a baxdı, yüksəkdir, aşağı, hipo, hiper, bitdi, getdi, bir dərman yazır, o da qaçır aptekdən alsın. İnsan nə bilsin, zavallı adam? Çalışdığım yerlərdə bəzən, öncəki çalışdığım yerlərdə o qədər ciddi problemlərlə belə qarşılaşmışam ki, yəni xəstə artıq
bu hipertiroidizm halının, yəni ürəkdə artıq aritmiya əmələ gətirmiş mərhələsinə gətirib çatır. Mən xəstədə burada hipertiroidizm vəziyyətini stabilləşdirməyə çalışıram. Yəni xəstənin klinikini düzəltməyə çalışıram. Amma ürəkdəki problemi məsələn heç bir şey eləyə bilmirəm. Artıq ürəkdəki o problem yəni ciddi bir şəkildə pozulubdur. Yəni qalxana bənzər vəzə bağlı olaraq ürəkdə problem getdikcə dərinləşir və artıq ürək xəstəliyi. Eynən, ürəkdə ritm problemi yaradır və o artıq o ritmdə problem yaranandan sonra o geri dönüşü olmur. Yəni geri dönüşü olmur dediyim, yəni dərman preparatlarına və yaxud aritmoloqların yəni müdaxilələrindən bir, yəni o həmin vəziyyəti düzəltmək olar. Amma dediyim kimi, yəni xəstələr bu şəkildə kontrolsuz qaldıqlarında yəni öz simptomlarına çox da belə aldırış etməyəndə yəni belə bir ciddi bir tablolarla qarşılaşa bilərlər. Bir çoxlarında da qalxana bənzər vəz çıxarılıb. Asan yol tapıblar. Problemi həll eləyə bilmirik, hormon aktivləşdirə bilmirik, stimullaşdıra bilmirik, orqanizmdə bu problemləri aradan qaldıra bilmirik və ya bu problemə bağlı digər sistem xəstəlikləri baş qaldırıbsa yatışdıra bilmirik, immun sisteminə müdaxilə və s. Neyniyə orqanda kəsə yataq, kənardan da bir hormon verək. Təbii ki, çox səhv bir taktikadır. Yəni orada çünki həyati bir orqandır. Müalicə sırasında ola bilər, doktor, siz həkimlər göstəriş verə bilərsiniz, amma hansı hallarda? Yəni əsas məsələ burada hiperhipofunksiya hallarını biz aşkar eləməliyik ki, yəni dediyim kimi etiolojik faktorlar, xərçəng şübhəsi olan halları məsələn istisna eləyərək mən deyirəm. Məsələn, xəstədə belə bir hallar yoxdursa və xəstənin həqiqətən də tiroid vəzi tam yetəri qədər çalışırsa, biz burada xəstədə yəni belə bir cərrahi indikasyon görmürük. Əgər yox, xəstədə məsələn simptomlar varsa, ciddi digər toxumalara, baskı simptomları, belə bir simptomlarla bizə xəstə gəlirsə, bəzən məsələn deyir, çox böyüyür, yəni bu haldan rahatsızdır, əməliyyat olmaq istəyir, yəni sonuçda bu vəz yəni həmin şəxsə aid olan bir şeydir, öz seçimindən onu əməliyyat elətdirə bilər. Amma yəni həkim indikasyon olaraq... Elə ağılsız qərar verən də var? Yox, məsələn çox böyümə var, ciddi kosmetik problem yaradır. Yəni insanlar var da, təbii ki, belə bir insanlar var. Doktor, nə danışırsınız? Yəni belə bir insanlar var. Tək telimi kəssinlər, 3 gün yatmaram. Yox, yəni siz elə düşünürsünüz, amma İnsan bu qədərini özünə biganə yanaşır, al kəs mənim orqanımı at. O necə ola bilər? Amma həkim indikasyonu ilə, yəni təbii ki, burada məsələn biz artıq görürük ki, baskı var, digər toxunmalara ciddi şəkildə sirayət eləyir. Onda biz buradakı təbii ki, digər orqanlardakı problem önlənsin deyə cərrahi metodlarla, yəni o əməliyyatdan o tiroid vəzni almağa çalışır. Mən ən yaxşı doğru seçim eləyim, doğru həkimə gedim, dəyərləndirmə aparılsın, ətraflı müayinələr hətta bir deyil, bir neçə gün aparılsın. Çünki hormonal analizlər veriləndə belə burada müəyyən qaydalar var ki, onlara riayət etmək lazımdır. Yiyəcəklərdən tut, istirahət, yuxusuzluq və s. hər bir halda çox incəliyinə qədər yoxlanılmalıdır. Hormon. Yəni adı üzərində də hormon. Bu bir növ nəqliyyat kimi bunu düşünmüş olsa. Təbii ki, bütün toxumalara təsir eləyən mümkün deyil ki, bunu sən necə orqanı kəsmə, estetik şişib burada mənə yaraşmır. Kimsə baxacaq, deyəcək boynum gözəldir, baxsın. Mənə lazım olan, şişsə də mənə lazımdır, şişməsə də mənə lazımdır. Onun bədən istiliyini tənzimləməsi, mübadilə prosesi, hüceyrələrin böyüməsi, onun orqanizmdə gördüyü möcüzəvi işlərin heç birini, heç bir zərrəsini yer üzündə heç kim əvəz eləyə bilməz. Nə bir dərmanla, nə bir cərrahi toxunuşla. Amma yəni elə insanlar var, təbii ki, elə o şəkildə. Bilirəm, siz qarşılaşmazsınız, onu deməsiz. Bir sual da verəcəm, sizi yormayayım. Doktor, kənardan qəbul etdiyimiz hormonlar, axı biz dedik T3, T4, məsəl üçün yod çatışmazlığı, məhz buna bağlı orqanın artıq və ya az işləməsi və s. Bu qəbul etdiyimiz dərmanlar T3-də, T4-dür. Mən bir çox həkimlərə bu sualı yönəltmişəm. Tiroksin olaraq biz, yəni T4 olaraq hormon olaraq veririk. Çünki bayaq dediyim kimi T4-ün özü də toxumalarda, yəni T3 şəklində öz funksiyasını göstərir. Yəni bu preparatlar normalda yəni tiroksindir. T4. Vəzin özü onu ifraz eləyəndə nə qədər ifraz edir? Faiz olaraq verə bilərik. Ən çox, əgər bizim T3-ə ehtiyacımız varsa, faiz olaraq hansı biri çox? Yəni çox orada mikroqram, nanoqram ölçülərində yəni bu sintez olunur, çox az da. Yəni əsas məsələ biz burada ayarlayanda zaten firma dozları olaraq mikroqram dozlarında biz xəstələrə istifadə edirik. Bir də bəzi bir şeylər demək istəyirəm ki, bu preparatlarla bağlı
xəstələrə qəbul elədiyi preparatları bəzən məsələn xəstəxanaya başvurur. Xəstə hər hansı bir əməliyyat keçirir və yaxud hipotiroidizm halı var ki, xəstəyə dərman başlanıb. Xəstədə TSA üzərindən dəyərləndirmə olur. Xəstədə yenə TSA normal səviyyəsinə dönmür. Bu bir sıra faktordan asılıdır. Yəni erkən mərhələdə baxdıqda bu problem görülə bilər. Bəlli bir period var ki, bu baxılmalıdır. Önəmli məsələ bundan ibarət ki, xəstələr dərmanı vaxtı-vaxtına qəbul eləməyi bilməlidirlər. Ən azından yeməklərdən bir 30 dəqiqə öncə alınmalıdır ki, yəni bu çünki mədədə qida olduğu vaxt və yaxud digər preparatlar olduğu vaxt bu sorulma problemi yaranır. Mənimsəmir bədən. Eynən. Və digər preparatlar alındığında da ən azından bir neçə saat, bəlli bir müddət qoymaq lazımdır ki, eynən. Yəni, çünki bu xəstələr və yaxud elə xəstələr var ki, dərmanı bitir, deyir, mən başqa preparata keçmişəm, soruşursan. Çünki o firmadan firmaya biyoyaralanım da dəyişir. Ona görə yəni, xəstələr bu şeylərə diqqət eləməlidirlər. Yəni, elə olduğu tədqirdə biz həmin xəstənin klinik durumunda düzəltməkdə zorlanırıq. İstər hipertireoidizm olsun, istər hipo variant, fərq etməz. Tiroid vəzdə hər hansı bir problem varsa, o problemə yönəlik müalicə təyin olunmalıdır. Artıq o sırada hansı dərman qəbul olunacaq və ya yanaşı bir xəstəliyimiz varmı? Hətta dərmanın yeməkdən öncə, yemək arası və yeməkdən sonra qəbulu da çox ciddi şəkildə düşünülməlidir. Yəni, bu sadəcə hormonlara aid deyil, bir çox xəstəliklərdə qəbul etdiyimiz dərmanlara da aiddir. Həkim nə deyirsə, ona hərfi-hərfinə riayət etmək lazımdır. Tam dəqiqliklə riayət etmək lazımdır. Doktor, mən təşəkkür etmək istəyirəm. Bilirəm ki, bəhs etdiyimiz mövzu mürəkkəb mövzudur. 20-25 dəqiqə kifayət eləmir ki, bunun ətrafında insanları maarifləndirək. Amma müalicə üsulları çox vacibdir. Müalicəni də doğru şəkildə yazmaq üçün doğru həkimə getməliyik ki, o bizi ətraflı müayinə edib dəqiq diaqnoz qoysun. Əgər dəqiq diaqnoz varsa, biz müalicəmizi tez bir müddətdə almış olacaq. Varmı sonda demək istədiyiniz? Hər hansı bir simptom hiss elədiyinizdə, özünüzdə gördüyünüz bir bu simptom artıq xronikləşməyə başlayıb. Bununla bağlı xəstələr ən azından hər hansı bir mütəxəssis olmasa da həkimə müraciət eləsinlər ki, bəzi ciddi xəstəliklər olur ki, yəni məsələ tək tiroid vəzi ilə bağlı deyil. Yəni digər ciddi xəstəliklər çıxa bilər ki, yəni bu öz sağlıqlarını ən azından riayət etməyə çalışsınlar. Sadəcə bunu demək istəyirəm. Təşəkkür edirəm, doktor. Xoş oldu sizinlə görüş və söhbət. Minnətdaram. İşlərinizdə uğurlar arzu edirəm. Uzman terapevt Ülvi Şükürzadə studiyamızın həkim qonağı idi. İstanbul Enes Klinikasında fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Geyimə görə Ledi Şarm mağazasına təşəkkürümü bildirim. Xanımlar, sizə bir daha səslənmək istəyirəm. Nərimanov metro stansiyası çıxışında yerləşir Ledi Şarm mağazasının. Möhtəşəm bir binası var, bir filial yerləşir. Mən geyimləri Ledi Şarm mağazasının o filialından əldə edirəm. Çox maraqlı geyimlər var. Geyim tərzinizi mövsümə uyğunlaşdırmaq istəyirsinizsə, buyurun, müraciətlərinizi edə bilərsiniz. 01322-01-31 əlaqə telefonudur. Yeni kolleksiyalar var və bir çox kolleksiyalara da endirim aksiyası hələ də davam edir. Bugünlük bu qədər. Hələlik.